Hazreti Peygamber Aleyhisselam yol keçirdi. Gördü ki, cavanlar yarış keçirirlər. Ağırlıq qaldırma yarışı. Həzrət dayandı. Neyinirsiniz? Ya Resulallah, biz istəyirik ki, görək kim fədakar, kim güclüdür. Daşı ağırlıq qaldırmağın biz yarışını keçirdirik. Həzrət buyurdu ki, mən sizə ondan da fəzilətlisin, yaxşısını deyim. Nədir ya Resulallah? Həzrət buyurdu ki, Allah yanında ondan da fəzilətli, ondan da çətini. Çünki daş qaldırmaq asan bir şey deyil. Ondan da çətini və insanı yüksəkliklərə qaldıran insanın öz nəfsi ilə cihad etməsidir. Öz nəfsi ilə mübarizə aparmasıdır. Görün, neçə dənə belə hədislər var. Müharibə bir tərəfdən, Həzrət buyurur ki, o cihaddan nəfsi ilə mübarizə aparmaq ondan da dəhşətlidir. Hansı ki, orada ölümdür, qandır. Amma Həzrət buyurur ki, insan bu halı ilə çarpışsa, oradakı ölən şəhiddən üstündür. Fikir verirsiniz? İnsan öz nəfsi ilə gərək mübarizə apara. Öz nəfsani istəkləri bilsin ki, onun o çərçivəsi ki, şeytani tərəfdən çəkilib bu sərhəd, şeytan o tərəfdən ona müdaxilə eləyib. Gərək öz nəfsin xilas eləsin. Biz də həmin aydıyıq. Həmin paltarlarımızı çıxarıb, miqat ehramın geyindiyimiz aylar artıq onun içindəyik ki, qarşıdan həmin nəfslə mübarizə aparmağın günləri gəlir.